Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel murselin. Vel akibetu lil muttaqin. Ve la udvana illa ala zalimin. Rabbi şrahli sadri ve yessirli emri. Vehlul ugdeten min lisani yefkahu kavli emma ba'd. Möhtərəm qardaşlar, ilk öncə sizə Allah Subhanahu taalanın salamı ilə salamlayıram. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Amma sonra inşallah bugünkü dərsimizdə biz Peyğəmbər sallallahu aleyhi ve sellemin bir hədisini götürəcəyik, onun faydalarını və s. ki, bu da dəvətdə bir nəfərin, yəni o kəsin əli ilə ki, hidayət olunar. Bunun faydaları barədə Səhl ibn Sadın hədisidir, radiyallahu anhu. İnşallah bugünkü dərsimizdə bunu götürəcəyik. Ən Səhl ibn Sad, radiyallahu anhu, ənə Rasulullah sallallahu aleyhi ve sellem qale yevmu Xeybərin li Ali, radiyallahu anhu, fəvəllezi li ən yehdiyallahu bikə rəculən vahidən xeyrun ləkə min ən yəkuna ləkə humurun nə'am. Səhl ibn Sad radiyallahu anhudan rivayet edilmiştir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Xeybər günü Əli radiyallahu anhu, Allah ondan razı olsun, Əliyə dedi ki, Allaha and olsun ki, sənin bir kişinin əli ilə, yəni sənin əlinlə bir kişinin hidayət olunması, Allahın hidayət verməsi sənin üçün qırmızı dəvələrdən də sənin üçün daha xeyirlidir. Bu hədisi İmam Əl-Buxari Səhih kitabında 923, 2942, 3009, 3145, 3701, 4210, 5375 sayılı rivayətlərdə və İmam Müslim Səhih kitabında 2406 sayılı rivayətdə, hədisdə rivayət etmişlər. Amma bu hədisin ravisi Səhl ibn Sada gəlincə o, Əbul Abbas Səhl ibn Sad ibn Malik ibn Xalid ibn Sa'ləbə ibn Harisə ibn Amr ibn Xəzrəc ibn Said ibn Kəb ibn Xəzrəcəl Ənsari Əs-Saididir. Hicrətin 91-ci ilində vəfat etmişdir. Ənsarlardandır, Mədinəlilərdəndir və Xəzrəc qəbiləsindəndir. Amma hədisin ləfsində, kəlməsilərində keçən qırmızı dəvələr kəlməsi, bunun mənası da o zaman ərəblərin nəzdində həmin malın ən istəkli mal olmasıdır. Və bu səbəbdən də Peyğəmbər sallallahu aleyhi ve sellem Həzrəti Əli radiyallahu anhuya, yəni bir nəfərin onun əli ilə hidayət olunmasını o zaman məşhur olan, istənilən malların ən xeyirlisi olanı olaraq demişdir. Bu da, yəni demişdir ki, sənin üçün bu qırmızı dəvələrə malik olmağın, sahib olmağından da sənin üçün daha xeyirlidir. Bu o deməkdir ki, yəni buna görə böyük savablar əldə etmək mümkündür. Bu hədisdə bir çox faydalar vardır. Birinci faydalardan uca Allahın yoluna dəvət etməyin fəzilətləri, hansı ki bu Peyğəmbərlərin və onların yoluna tabi olanların vəzifələrindəndir. Uca Allah demişdir ki, Qul həzihi səbili əd'u ilallahi ala basiratin ənə və mən ittəbə'ani və subhanallahi və mə ənə minəl müşrikin. Uca Allah demişdir ki, de bu mənim yolumdur, mən və mənə tabi olanlar
mötəbər dəlillərə əsasən insanları Allaha tərəf çağırarıq. Allah pakdır və müqəddəsdir, mən də müşriklərdən deyiləm. Yusuf surəsi 108-ci ayə. Uca Allahın yoluna dəvət etməyin fəzilətlərinə gəlincə, bu dəvətin elmə əsaslanmasıdır və cahillikdən uzaq olmasıdır və həqiqi hidayət Allah Subhanahu taalanın şəriətinə müvafiq olan hidayətdir və bu hidayət yolu cahilliklə, yəni elmsizliklə bir yerdə ola bilməz. Hidayətin mütləq elmi əsasların üzərində qurulması gərəkir ki, bu da onun fəzilətlərini ifadə edir. Bu hədisin fəzilətlərindən üçüncüsü, Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabələrdən olan elm əhlindən, məsələn, Muaz ibn Cəbəl, Əli ibn Əbi Talib və onların mislində olanları, Allah hamısından razı olsun, uca Allahın yoluna dəvət etmək üçün müxtəlif bölgələrə göndərərdi və onları göndərdiyi zaman müəyyən təlimatlarla təlimatlandırardı. Bu hədisin faydalarından dördüncüsü onu ifadə edir ki, uca Allahın savabına dünya malından heç bir şey bərabər olamaz. Yəni, dünya malından heç bir şey Allahın savabına bərabər tutula bilməz və bu səbəbdən də bir nəfərin uca Allahın yoluna gələrək hidayətlənməsi dünyada olan bütün mallardan və dünya mallarının ən xeyirlisindən də həmin insan üçün daha xeyirlidir. Bu da ona ifadə edir ki, bir nəfəri dəvət etməyə görə Allahın qatında elə savablar vardır ki, həmin savablar dünyadan və dünya malından da həmin şəxs üçün daha xeyirlidir. Bu hədisin faydalarından həmçinin beşincisi, uca Allahın yoluna insanları dəvət etmək üçün çalışmağa nail olmaq, onları, yəni ateizmdən, mülhidlikdən, müşriklikdən və ya kitab əhli olmaqdan çəkindirərək, bidət əhli olmaqdan çəkindirərək Allahın yoluna həqiqi müsəlman olmağa yönəltmək, istiqamət verməkdir və bunun da şübhəsiz ki, böyük fəzilətləri vardır. Bu hədisdə olan faydalardan həmçinin altıncısı, bu da hidayətin yalnız Allahın əlində olmasıdır. Nə Peyğəmbər sallallahu əleyhi və səlləm, nə bir başqası kim olur olsun, o hidayət verə bilməz. Hidayətin mənbəyi yalnız Allah-u Teala'dır və bu hədisdə də keçir ki, yəni sənin vasitənlə bir nəfərə uca Allahın hidayət verməsi olaraq qeyd edilir. Bu da hidayətin yalnız Allahın nəzdində, Allahın əlində olmasıdır. Uca Allah Əl-Qasas surəsi 56-cı ayədə Peyğəmbər sallallahu aleyhi və səlləmə bunu xitab edərək demişdir ki, İnnəkə lə təhdi mən əhbəbtə və lakinnəlləhə yəhdi mən yəşə və huvə ə'ləmu bil-muhtədin. Uca Allah demişdir ki, şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən, amma Allah istədiyini doğru yola yönəldir. O doğru yolda olanları da daha yaxşı tanıyır. Əl-Qasas surəsi 56-cı ayə. Beləliklə, bu ayədən belə nəticə çıxarmaq olar ki, əgər uca Allah Peyğəmbər sallallahu əleyhi və səlləmə öz istədiklərinə hidayət vermək gücündə olmamasını bu ayədə bəyan edirsə və hidayətin yalnız Allahın qatından olduğunu və onu istədiyinə bəxş etdiyini bəyan edirsə, təbii ki, Peyğəmbərdən başqası kim olur olsun, bunu etmək qüdrətində və gücündə ola bilməz. Ona görə hər kəsən hidayətə çağırarkən o hidayətin mənbəyinin Allahın nəzdində olduğunu
bilməlidir və bu etiqadda olmalıdır. Həmçinin Uca Allah Əş-Şura surəsi 52-ci ayədə buyurur ki, və innəkə lə təhti ilə sıratın müstəqim. Şübhəsiz ki, sən doğru yola hidayət edənlərdənsən. Burada da, yəni hidayətə çağıranlardansan qəsd olunur. Hidayət verənlərdənsən yox, hidayətə çağıranlardansan. Çünki hidayət verən yalnız Allah-u Teala'dır. Bu hədisin faydalarından həmçinin bu hədisdə bir kişinin hidayətə gəlməsi olaraq vəsf edilməsi, bunun yalnız kişilərə aid olması deyil, bu həmçinin qadınlara da aiddir. Yəni qadınları İslam'a, Allahın yoluna dəvət etməyin də fəziləti kişiləri dəvət etməklə bərabərdir. Həmçinin faydalardan 8-cisi, kim uca Allahın yoluna dəvət edərsə, o böyük əcirlərə, savablara nail olar. Və sonra həmin dəvət edilən şəxs də başqa bir adamı İslam'a, Allahın yoluna dəvət edərsə, həmin şəxs də həmin savabı qazanır və onu da dəvət edən ondan əvvəlki şəxs də həmin savabı qazanır. Halbuki ondan əvvəlkindən, ondan qabaqkinin savabından heç bir şey əksilməz. Bu da şübhəsiz ki, uca Allahdan böyük bir lütfdir və fəzilətdir, dəvət əhlinin fəzilətlərindəndir. Beləliklə görüldüyü kimi bu hədis uca Allahın yoluna dəvət etməyin nə qədər savab bir iş olduğunu açıq-aydın bəyan edir və bu məsələdə şübhəsiz ki, böyük faydalar vardır. Hər bir müsəlman çalışmalıdır ki, imkanı olduğu zaman Allahın yoluna insanları dəvət etsin. Sonda da Rəbbimiz olan uca Allaha həmd sana edirəm və Peyğəmbərimiz Muhammed Mustafa sallallahu aleyhi ve sellemə, onun əhl-i beytinə və bütün sahabələrinə və gözəl biçimdə onların yoluna qiyamətə qədər tabi olanların üzərinə Allahın salavatı və salamı olsun. Və selamu aleykum və rahmetullahi və bərəkatuhu.